edək. 26-cı sualla. Noxud bitkilərində meyvə rəngləri ilə əlaqəli fenotip və genotiplər verilmişdir. Demək, fenotiplər hansı fenotiplərdir? Baxaq, yaşıl rəngli meyvə dominantdır və genotipləri də böyük M, kiçik M-dir. Həmçində sarı rəngli meyvə, bu da resessivdir, kiçik M genotipinə malikdir. Və meyvə rəngləri ilə əlaqəli fərqli noxud bitkilərində istifadə olunan çarpazlaşmaların sonu aşağıda verilmişdir. K və M noxudları çarpazlaşdırıldığında hamısı yaşıl olan iki fərqli genotip meydana çıxır. Hamısı yaşıl və iki fərqli genotip. Bu. K və M noxudları demək ki, çarpazlaşdırılır və buradan hamısı yaşıl olan iki fərqli fenotip meydana çıxır. Sonra demək, bu halın meydana çıxması üçün də hökmən demək, tərəflərin hər ikisində dominantlıq olmalıdır və biri də resessiv bir əlamət daşımalıdır. Yəni, K-nın da tutaq ki, biz yazmaq istəsək genotipin kiçik böyük M ola bilər, həmçinin böyük M, böyük M ola bilər. M-i də yazmaq istəsək böyük M, kiçik M, böyük M, böyük M şəklində ola bilər. İndi bilmirik bu hansıdır. Digərlərinə baxaq və müəyyənləşdirək. K və L noxudları çarpazlaşdırıldıqda isə yaşıl və sarı rəngli iki fərqli genotipə malik olan noxudlar meydana çıxır. Demək, parçalanma verir. Parçalanma verirsə bu analizləyici çarpazlaşmada olduğu kimi biri böyük M, kiçik M olmalıdır. Biri də kiçik M, kiçik M olmalıdır ki, bunlar çarpazlaşanda M, M və kiçik M-lər versin. Kiçik M versin. Bu hansılar idi? K və L noxudlar. O zaman elə buradan belə görünür ki, K bu, L də kiçik M genotiplərinə malik fərd ola bilər. O zaman əgər K böyük M, kiçik M-dirsə, buradan da görünür ki, biz K-nı daha 2 böyük M şəklində götürə bilmərik. Eləcə də M-i kiçik M şəklində götürməyəcəyik. Yəni, artıq K bəlli oldu. Böyük M, kiçik M-dir. Daha doğrusu K böyük M, kiçik M-dir. M böyük M, böyük M-dir. L də kiçik M-dir. Və davam edək. K və N noxudları çarpazlaşdırıldığında yaşıl və sarı meyvə verən üç fərqli genotipə malik fərdlər meydana çıxır. Aha, yaşıl, sarı meyvə verən üç fərqli genotip. Demək, belə böyük B, böyük M, kiçik M və kiçik M-lər. Bu da Mendel'in ikinci qanunu idi, parçalanma qanunu idi. Və bu o zaman meydana çıxırdı ki, bu fərdlər valideynlər hər iki əlamətə görə heterozigot olduğu hallarda meydana çıxırdı. Hər iki əlamətə görə heterozigot aldığı hallarda meydana çıxırdı. Və biz bilirik ki, K-nın genotipi böyük M, kiçik M-dir. Belə çıxır ki, N-in də genotipi yenə də böyük M, kiçik M şəklindəymiş. Yəni, N də buradan bəlli oldu. Yəni, bunlar bir qədər səliqəni yazmağa çalışsaq, demək, K və N hər ikisi oldu böyük M, kiçik M. Sonra M oldu böyük M, böyük M və nəhayət L də oldu, burada verilmiş kiçik M şəklində oldu. İndi bunları yerinə qoysaq, görək necə olur. Demək, L kiçik M idi. L kiçik M idi. L burada kiçik M-dir. Bir də burada kiçik M-dir. Digərinə baxsaq, 3 yerdə kiçik M-dir. Burada yox. Burada, bir də burada kiçik M-dir. Sonra N-in qiyməti K-da olduğu kimi böyük M, kiçik M idi. Böyük M, kiçik M idi. Burada fərqli verib. Aha, yox, bunu götürməyəcək əslində. Çünki burada L-in qiyməti böyük M, böyük M-dir. Bunu götürməyəcək. Qalırıq ikisi ilə. Demək, burada M-in qiyməti
N'in qiyməti böyük M, kiçik M, M'in də qiyməti böyük M şəklində idi. Ona görə burada cavab olacaq D bəndindəki cavab. Yəni neçənci test idi bu? 26-cı testdə cavab D bəndi olacaq. Sonra baxaq, görək burada sonra növbəti testdə 27-ci testdə nə verib? Verilmiş şəkildə əsasən yanlış fikirləri seçin. Vəzlər verilib. Deyir ki, ikinci vəzi insan bədənində sayıca ən çox olan vəzidir. Ümumiyyətlə, daxili sekretsiya vəzləri bədəndə sayıca ən çox olan vəzi deyirlər. Yəni, məsəl üçün, götürüb eyni ifadəni xarici sekretsiya vəzləri üçün demək olar. Amma daxili sekretsiya vəzləri üçün bu ifadəni işlətmək olmur. Desə, hə, daxili sekretsiya vəzlərinin içərisində ən çoxudur, olar. Amma burada göstərilən qalxana bənzər ətraf vəzlərdir və onlar sayıca ən çox deyirlər. Ona görə bu ifadə yanlışdır. Elə bizə də yanlış lazımdır, yəni birincini götürəcəyik. 4-də deyir ki, 2-də deyir ki, 4-cü vəzi qanda qlikozanın miqdarını artırır. Böyrəküstü vəzlər, bəli, adrenalin hormonu qanda qlikozanın miqdarını artırır. Götürməyəcəyik bunu, çünki doğru fikirdir. 3-cüdə deyir ki, 5-ci vəzi həzm kanalında karbohidrat mübadiləsində iştirak edir. Məədaltı vəzi, bəli, iştirak edir. Doğrudur, götürməyəcəyik. 4-də deyir ki, birinci vəzi timozin hormonu sintez edir. Birinci vəzi qalxana bənzər vəzdir. Qalxana bənzər timozin sintez eləmir. Məsələn, onun öz hormonları var, tireoksindir, trionindir, kalsitonindir və s. Amma timozin onun hormonu deyil. Ona görə də bunu götürəcəyik. Çünki bizə yanlış lazımdır. 5-də deyir ki, 3-cü vəzi, yəni timoz, vaxtından əvvəl cinsiyyət vəzlərinin inkişafının qarşısını alır. Bu da doğrudur. Yəni, bunu götürməyəcəyik. Ona görə 1 ilə 4-ü götürürük. 1 ilə 4, 27-də C bəndində verilmişdir. Sonra keçək növbəti suala. 28-ci sualı. Verilmiş şəkillərə əsasən hansı fikirləri yanlışdır? Baxaq. 28-də verilmiş 2 dənə balıq, demək, biri şirin su balığıdır, biri isə şor su balığıdır. Yəni, daha doğrusu dəniz balığıdır. Demək, birincidə baxsaq, demək, duzu qəbul edir. Duz qəbul edir qəlsəmələr vasitəsindən. Digər isə duzu çıxarır. Şəkil bir qədər kiçildək. Baxaq. Birincidə, bəli, duz qəbul olunur və ikincidə isə duz xaric olunur, duz çıxarılır qəlsəmələrindən. Aha, birinci balıq şirin su balığıdır. Birinci balıq, demək, adından da göründüyü kimi, deyildiyi kimi şirin su balığıdır. Şirin su balıqları ümumiyyətlə şirin su mühitində yaşayırlar. Şirin suda təzyiq balığın orqanizmində olan təzyiqdən azdır. Balıq, deməli, təzyiqi bərabərləşdirmək üçün çoxlu sidik xaric edir, suya az içir. Aşağıda verilən balıq isə duzlu su balığıdır. Duzlu su balıqlarında sudakı təzyiq bədəndə olan təzyiqdən çoxdur. Bu zaman balıq nə edir? Duzlu su balığı çoxlu miqdarda təzyiq bərabərləşdirmək üçün duzlu sudan içir və həmçinin də heç vaxt sidik xaric etmir. Duzun artığını qəlsəmələrdə orada demək vəzlər var, duz vəzləri. Həmin duz vəzləri vasitəsilə xaric edir. Baxaq, birinci balıq şirin su balığıdır. Bəli, şirin su balığıdır, duz qəbul olunur qəlsəmələrlə. İkinci balıq isə duzlu su balığıdır. Deməli, bu ifadə düzgün ifadədir. Bizə yanlış lazımdır. Bunu götürməyəcəyik. İkinci balığın yaşadığı müddət təzyiq bədən təzyiqindən aşağıdır. Xeyr, bu yanlışdır. Çünki duzlu su da təzyiq bədən təzyiqindən aşağı yox, yuxarıdır. Yəni, bizə ikincini götürmək lazım olacaq. 3-də deyir ki, birinci balıq çox az miqdarda sidik ifraz edir. Xeyr, dedik ki, şirin su balıqları çoxlu miqdarda sidik ifraz edirlər. Yəni, üçüncü də yanlışdır, götürəcəyik. 4-də deyir ki, ikinci balıq heç vaxt su içmir. İkinci balıq heç vaxt su içmir. Yox, əksinə su içir. Yəni, duzu bərabərləşdirmək üçün təzyiqi su içməlidir. Yanlışdır bu da. Və nəhayət 5-də deyir ki, birinci balığın üzəri pulcuqlarla örtülüdür. Bəli, birinci balıq şirin su balıqlardır. Şirin su balıqlarının üzəri pulcuqlarla örtülüdür. Yəni, sadəcə bura 2, 3, 4 aid oldu. O da D bəndində verilmişdir. Sonra 29-cu sualda A və B genləri ilişkili olan diheterozigot genotipli boz bədən normal qanadlı drizofil milçəklərə çarpazlaşdırıldıqda alınan fərqlərin sayı 300 olmuşdur. Deməli, A və B genləri ilişikdir. Bir xromosom üzərində yerləşirlər. Və diheterozigotdur fərdlər. Bu şəkildə yazdıq ona görə.
Boz bədən normal qanadlı drizofil milçəklərə çarpazlaşdırılmışdır. Alınan fərdlərin sayı 300 olmuşdur. Drizofil milçəkləri çarpazlaşdırılmış 300 fərd almışdır. Əgər çarpazlaşmada iştirak edən Krasinqova ilə əmələ gələn qametlər 20% olarsa, bu çarpazlaşma sonunda əmələ gələn boz bədən rudiment qanadlı fərdlərin ümumi sayı neçə olar? Valideynlərin hər ikisi böyük A, kiçik A, böyük B, kiçik B genotipinə malikdir. Hər ikisi eyni genotipə malikdir. Və bunlar qamet əmələ gətirirlər. Krasinqova ilə də belə, yəni Krasinqova siz də ilişki şəkildə. Krasinqova ilə əmələ gələn bu qametlər bütün qametlərin 20%-ni təşkil edir. Yəni hərəsindən 10% düşür də. 10% böyük A, belə desəm, bir dəqiqə. Böyük A, kiçik B, 10% də kiçik A, böyük B qametidir. Və bu ümumi qametlərin bunlar ikisi 20% isə yerdə qalan qametlər də demək toplamda 80% edir. Yəni bunun da 40% böyük A, böyük B, 40% də kiçik A, kiçik B qametləridir. Və bunlar çarpazlaşırlar. Çarpazlaşma sonunda əmələ gələn boz bədən rudiment qanadlı fərdlərin ümumi sayı neçə olur? Boz bədən rudiment qanadlı fərdlər. Boz bədən rudiment qanad hansıdır? Boz bədən böyük A, kiçik A, rudiment qanadı isə hökmən kiçik B-lər olmalıdır. Bu şəkildə ola bilər. Yəni bu iki genotipə malik olan fərdlər boz bədən rudiment qanadlı olacaq. Görək bunlar neçə faiz alına bilərlər? Bunlar hansı qametlərdən alırlar? Gəlin yazaq bunları. Görək hansı qametlərdən alırlar. Bu fərdlər bizim əlimizdə olan qametləri əvvəlcə yazaq. Demək A, B, A böyük B, A kiçik B. Sonra digər tərəfdə də digər qameti yazsaq. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Hansı qametlərdən alınmışdır? Dedik ki, hökmən A-da dominantlıq olmalıdır, B-lər isə resessiv olmalıdır. Yəni, məsələn, bu iki qametin birləşməsindən alına bilər. Sonra, məsələn, bu qametlərin birləşməsindən alına bilər. Sonra, bir də dedik ki, bu qametlərin birləşməsindən alına bilər. Yəni, bu üç halda alına bilər. Gəlin, baxaq o zaman. Bu qamet demək necə bir qamet idi? Krasinqova ilə əmələ gəlmiş qametdir bu qamet. Əmələ gəlmə ehtimalı neçə idi? 0,1%. Həmçinin bu qamet. Demək, Krasinqova ilə əmələ gəlmiş qametdir 0,1% ehtimalına. Digər qametlərə baxsaq isə bu deməli ilişkili yolla əmələ gəlib, yəni ilişkili şəkildə əmələ gəlib bu qamet. Bunun faizi 0,4-dür. Sonra digər də 0,4%. İndi götürək əmələ gələn genotipləri. Belə çıxır ki, onda məsələn böyük A, kiçik B neçə faiz, yəni ehtimalla buradakı nəsli neçə faizini təşkil edə bilər bu? Necə tapıram? 0,1-i demək ki 0,1-ə hasilidir bu. 0,1-in 0,1-ə hasilidir. Bu ilə nə qədər? 0,1. Sonra başqa birini yazaq. Sonra məsələn buradakı genotip necə yaranır? Demək AB-lərin yeni birləşməsinə yaranır. 0,4 0,1-ə hasilidir bu da. 0,4. Həmçinin buradakı genotipdə, buradakı da 0,1 və 0,4-dən yaranıb. Yəni bu da 0,4-dür. Toplamda bunlar nə qədər eləyirlər? Toplamda 0,4 bu, 0,4 bu, 0,8, 0,1 də bu, 0,9. Yəni 0,9% demək qametlər nəslin yəni əmələ gəlməsinə, yəni bu
boz bədən, rudiment qanadlı genotiplərə malik olan nəslin əmələ gəlməsinə iştirak edəcək. 0,9%. Və ümumiyyətlə nəsildə olan fərdlər də 300 fərddir. Bunun 0,9%-ni biz götürsək, bu deyilir 27 fərd. Yəni 27 fərd boz bədən, rudiment qanadlı olacaq. 27 də cavab D-də verilib. Ümid edirəm ki, bu da aydın olacaq. Yəni kifayət qədər, lazımı qədər izah etmiş olsam sevinərəm. 30-da. Lerikə babası gilə gedən İlayda ağac bitkisinin gövdəsinə yerdən müəyyən qədər yüksəklikdə bir misvar vurur. 6 il sonra yenidən babası gilə gedən İlayda bu ağacda işarələnmiş hansı hissələrin artdığını müşahidə etdi. Misvar vurdu bir hissəyə və 6 ildən sonra gedəcək. 6 ildən sonra nə dəyişəcək burada? 6 ildən sonra təpə meristemində olan hüceyrələrin artması hesabına bitki uzunluğuna boyatacaq. Kök meristemində, yəni Z-də olan hissələrin bölünməsi hesabında kök də dərinliyə doğru gedəcək, dəyişəcək. Amma Y hissədə, bax bu hissədə uzanma olmayacaq. Burada yəni artım sadəcə enli artım olacaq. Kombinli hesabına bitkinin gövdəsi qalınlaşacaq. Deməli, X və Y uzanacaq, X və daha doğrusu Z uzanacaq. Amma Y enine böyüyəcək. Demək, nə deyir burada? İşarəmiş hansı hissələrin artdığını müşahidə etdi. Yəni, burada uzanmaq mənasında verəcək bizə artdığını, yəni uzandığını. Yəni, Y-i biz götürməyəcəyik. Çünki Y enine böyür. Y-i götürməyəcəyik, X və Z-i götürəcəyik. Bu da B bəndində verilmişdir. 31-də. Sarı cismin döl mərhələsində hormon sintezi etdiyi müddət X ay olsa, döl dövrünün müddəti hansı ifadə ilə müəyyən edilə bilər? Sarı cisim döl mərhələsində 1 ay hormon sintez edir. Belə ki, 2-ci ayının sonunda biz demişdik ki, cift əmələ gəlirdi və cift 4-cü ayın əvvəlinə qədər deməli, hələ ki, hormon sintez etmirdi. Yəni, o vaxta qədər hələ də sarı cisim hormon sintez edirdi. Belə çıxır ki, sarı cisimin döl dövründə yəni hormon sintez etməsi 2-ci ayın sonundan 4-cü ayın əvvəlinə qədərdir. Yəni, təqribən 1 aydır. Yəni, X-in qiyməti 1 aya bərabərdir. Döl dövrünün öz müddəti o zaman nə qədər? Döl dövrü nə zaman başlayır? 2-ci ayın sonunda ciftin yaranmasıyla. Hamiləlik də 9 aydır. Deməli, 2-ci ayın sonundan başlayır, hamiləliyin axırına qədər davam edir. Bu deyilir təqribən yəni 7 ay. Belə çıxır ki, onda 7 ay, yəni 7x-dir döl dövrünün müddəti. 7x da C bəndində verilmişdir. Sonra bu 31-ci sualdır. Növbəti görək hansı sual var. 32-ci sual. Yosunların inkişafının nəsil növbələşməsi müşahidə edilir. Yəni, doğru cavabı istəyir bizdən. Bəli, yosunlarda nəsil növbələşməsi var. Məsələn, laminariya yosununda olduğu kimi. Doğrudur bu. Qatır quyruğunun cinsi hüceyrələrin əmələ gəlməsi meyoz yolla baş verir. Qatır quyruğunda sporlar meyoz yolla əmələ gəlir. Cinsi hüceyrələr isə mitoz yolla əmələ gəlir. Yəni, ona görə bu ifadə yanlışdır. Seyli bitkilərin bütün fərdlərinin üzərində tozcu borusu əmələ gəlməyə bilər. Doğrudur, əmələ gəlməyə bilər. Çünki ola bilsin ki, bitki iki evli bitkidir və erkək çiçəklərdir. Yəni, erkəkcik daşıyan çiçəklərdir. Bunlarda tozcu borusu əmələ gəlməyəcək. Bu da doğrudur. Bir çiçəyin üzərində bir neçə yumurtalıq ola bilər. Bəli, məsəl üçün, elə çiçək düsturlar var ki, orada dişiciyin sayı çox idi və dişiciyi çoxsa yumurtalıq da çoxdur və təbii ki, onlardan bir neçə yumurtalıq olacaq. Məsələn, moruqda, böl tükəndə belə hal ola bilər. Yəni, ona görə də bu da doğrudur. 5-də deyir ki, planların qeyri-cinsi nəsli cinsi nəsil üzərində üstünlük təşkil edir. Ümumiyyətlə, mamırlarda belə idi. Mamırlarda cinsi nəsil üstünlük təşkil edirdi və qeyri-cinsi nəsil isə onlarda yəni reduksiya olunmuş şəkildə idi. Daha doğrusu, üzr istəyirəm, ömrü qısa idi. Amma ondan sonra
bütün o sporlu bitkilərdə qeyri-cinsi nəsil üstünlük təşkil edirdi. O cümlədən də plaunda da qeyri-cinsi nəsil üstünlük təşkil etmiş olacaq. Çünki plaun da ali bitkidir, ali sporlu bitkidir. Və buna görə də bu ifadə də doğrudur. Buradan indi belə çıxır ki, ikinci yanlış oldu. Qalan 1, 3, 4 və 5. Bunlar hamısı doğru cavablar oldu. Sonra demək, bizə də lazım olan hansılar ödəyir? Demək, 1, 3, 4, 5 və A bəndi burada uyğun cavab olacaq. A bəndi. Sonra 33-cü sualda görək nə deyir? 33-də. Burada bir cədvəl verib və cədvəldə bizə demək deyir ki, müxtəlif əlamətlərinə görə bitkilər var. Yəni burada hansı əlamətlər indi həmin bitki qruplarında, yəni bitki şöbələrində varsa, onları plusla işarə edib. Hansılar yoxdursa, onlara həmin işarələrin qabağına minus qoyub. Məsələn, X-də tallum var. Tallumun qarşısında plus qoyub. Yəni bu deməkdir ki, tallum var. X-də tallum var, başqa heç nəyi yoxdur. Başqa heç bir o, məsələn, zoğu, sonra məsələn, yan köklər yalnız əlavə köklərdən inkişaf edib, yan köklər əsas kökdən inkişaf edib. Yəni bunların heç biri yoxdur. Yoxdur və belə çıxır ki, onda X yosundur. Sonra Y-də deyir ki, tallumu var, zoğu da var, amma kökləri yoxdur da, ümumiyyətlə nə əsas kökdən inkişaf edilmiş, nə əlavə kökdən inkişaf edilmiş kökü yoxdur, toxum meyvə yanlığı ilə əhatə olunub verib, bu da yoxdur buna. Deməli, Y nədir? Y mamırdır o zaman. Növbəti Z-də baxaq. Z-də tallumu var, zoğu var və əlavə köklərdən inkişaf edilmiş yan köklərə malikdir. Əlavə köklərdən inkişaf edilmiş yan köklərə malikdir. Deməli, bunun kök sistemi var artıq. Deməli, bu ali sporlu bitkidir. Yəni, daha doğrusu qıcı kimlərə aiddir bu. Çünki qıcı kimlərdə biz bilirik ki, kök sistemi yaranmışdır. Kök sistemi əlavə köklərdən və yan köklərdən ibarət edir. Zoğu da var, tallumu da var. Tallum onun protalıdır. Deməli, bu qıcı kimlərə aiddir. Sonra K-da nə deyir? K-da deyir ki, deməli, bunun zoğu var, tallumu yoxdur. Yan köklər yalnız əlavə köklərdən inkişaf eləməyib. Yan köklər əsas kökdən inkişaf edə bilər. Doğrudur. Və toxum meyvə yanlığı ilə əhatə olunmayıb. Deməli, bu bitki necə bir bitkidir? Zoğu var və əsas köklər var. Əsas kökü varsa toxum var. Amma toxumu olduğu halda meyvəsi yoxdur. Deməli, K-da nədir? Çılpaq toxumlu bitkidir. Və M bitkisinə baxdıqda isə M-də nə deyir? Zoğu var, tallumu yoxdur. Yəni, yan kökləri yalnız əlavə köklərdə inkişaf etməyib. Əsas kökü var və meyvə yanlığı ilə əhatə olunmuş toxuma malikdir. Yəni, meyvəsi varsa artıq bu da örtül toxumlu bitkidir. Ardıcılıqla da, yəni yosun, mamır, qıcı, çılpaq toxumlu, örtül toxumlu. Bu ardıcılıqla, deməli, hamısı müəyyən orqanlara malikdir. Sonra, indi gəlin cavablara baxaq. X bitki qruplarının ilk nümayəndəsi Kembri dövründə meydana gəlmişdir. X bitki qrupları hansı bitki qrupudur? Demək dedik ki, yosundur. Yosunların ilk nümayəndəsi Kembri də deyil, Proterozoid əmələ gəlmişdir. Ona görə bu ifadə yanlışdır. Yəni, bizə doğru lazımdır. Y bitki qruplarının ilk nümayəndələri onurğa ilə eyni geoloji dövrdə meydana çıxmışdır. Yəni, bunlar Oldovikdə meydana çıxıblar. Həm onurğa, həm də mamırlar. Ona görə bu doğrudur. Digərlərinə də baxaq. Z bitki qruplarının ilk nümayəndələri meydana çıxan geoloji dövrdə qığırdaqlı balıqlar yarandı. Demək, Z bitki qrupu hansı idi? Qıcılar idi. Qıcıların yarandığı dövrdə demək, qıcılar nə zaman yaranmışdı? Ümumiyyətlə, onların ilk nümayəndələri, daha doğrusu bitki qruplarının ilk nümayəndələri qıcı kimlərin planlar idi. Planlar Silurda yaranmışdı. Amma qığırdaqlı balıqlar nə zaman yarandı? Onlar yarandı Devonda. Yəni, bu ayrı-ayrı dövrlərdir.
uyğun cavab deyildi. D-də deyir ki, K bitki qruplarının ilk nümayəndələri silur geoloji dövründə meydana çıxmışdır. K bitki qrupları çılpaq toxumlarıdır. Xeyr, çılpaq toxumlar silurda yox, devonda meydana çıxmışdır. Sonra E-yə baxaq, elə hamısına baxaq bir dəfəlik. M-də deyir ki, E-də deyir ki, M bitki qruplarının ilk nümayəndələri meydana çıxanda parapteklər mövcud idi. Təbaşirdə meydana çıxmışdır öltür toxumlular. O zaman hələ parapteklər mövcud deyildi. Yəni burada yenə də dediyimiz kimi sadəcə B cavabı uyğun cavabdır. Digərlərinə baxaq. Cədvələ əsasən eyni genotipdə olanları müəyyən edin. Sarı Belfler alma sortunun zoğ hüceyrəsinin genotipi A-dır. Sarı Belfler, ümumiyyətlə Miçurin, Belfler və Çitayka alma sortlarını deməli çarpazlaşdırmışdı. Onlardan hibrid bitki almışdı. Belfler ana bitki idi. Sarı Çitayka isə, daha doğrusu Çitayka isə ata bitki sortuydu. Deməli deyir ki, alma sortunun zoğ hüceyrəsinin genotipi A-dır. A-dır. Eyni genotipdə olanlara baxmalıyıq biz. Deməli, bu anadan da A-dır, bu atadan da B-dir. Deməli, A ilə B eyni ola bilməz. En yaxşısı cavablardan qayıdarıq. Belfler Çitayka alma sortunu inkişaf etdiyi bitkinin, yəni bu artıq ikisinin hibridinin toxumunun qabığı hüceyrəsidir. D-də isə deyir ki, Belfler Çitayka alma sortunu inkişaf etdiyi toxumun rüşeym hüceyrəsinin genotipi. Aha, baxaq. A-da deyir ki, B və C eyni genotipdə ola bilər. B və C eyni genotipdə müəyyən qədər oxşarlıq ola bilər. Çünki Belfler Çitayka bu ikisinin hibrididir. Yəni B C-nin müəyyən bir hissəsini təşkil edə bilər. Yəni C-nin müəyyən hissəsi B genlərindən təşkil ola bilər. Amma eyni deyillər. B variantında deyir ki, A ilə D. A ilə D-də nədir? Yenə də sarı Belfler ana bitkidir, amma D-də bunların ikisinin hibrididir. Yəni yenə də tamamilə eyni ola bilməz. Çünki burada ata bitkinin də əlamətləri var hibridin içərisində. C-də A ilə C-ni verib. A ilə C nədir? A ilə C-də A-da ana bitkinin xüsusiyyətləridir. C-də isə hibridin alma sortunun inkişaf etdiyi toxumun qabıq hüceyrəsini. Aha, burada qabıq hüceyrəsi verib. Əgər desəydi ki, toxumun rüşeym mayalanmadan, zigotdan əmələ gəlir. Ona görə həm atanın, həm də ananın xüsusiyyətini daşıyacaqlar. Amma toxumun qabığı yumurtacığın divarıdır və yumurtacığın divarı mayalanmaya məruz qalmır. Ona görə də qabıq mayalanmadan əmələ gəlməyib. Qabıq sadəcə ananın əlamətini daşıyır. Ona görə bəli, A ilə C eyni genotipdə ola bilər. Mümkündür. 35. İnsanın cins çoxalması zamanı baş verən proseslər aşağıda göstərilmişdir. Aha, proseslər və onlara görə burada xromosom yığımının dəyişməsinə baxaq. Deməli, X-də nədir? X-də spermatozoidlər əmələ gəlir. Hansı yolla əmələ gəlir? Meyoz yolla əmələ gəlir. Yəni xromosom yığımı azalır. 2 dəfə azalır. 2 yenidən yenə qədər azalır. Sonra yumurta hüceyrə mayalanmağa məruz qalıb, mayalanmış yumurta hüceyrə zigot əmələ gəlib. Yəni xromosom yığımı Y-dən N-dən 2-yə qədər artır. Çünki mayalanma gedir. Z-də isə deməli zigot bölünür və rüşeym əmələ gəlir. Orada bir xromosom sayında fərq olmur. Çünki mitoz yolladı 2-dən elə 2 xromosom saylı deməli hüceyrələr əmələ gələcək. Deməli birincidə azaldı 2-dən N-ə qədər, sonra artdı N-dən 2-yə qədər 2 dəfə artdı. 3-də isə Z alında isə sabit qaldı. Baxaq. Deməli azalsın 2-dən N-ə qədər, yenidən N-dən 2-yə qədər artsın və sonra sabit qalsın. Yəni B cavabı burada uyğun cavabdır. Sonra baxaq növbəti suala. Aha, 36-da nə deyir bizə? İlk müasir insanlara aiddir. İlk müasir insanlar hansı insanlardır? Yəni burada Kramanyonlar nəzərdə tutulur. Hannibal idilər, xeyr, elə Hannibal olmadıqlarına görə müasirdir. Yəni onlar insanların, belə desəm ki, əcdadı ola bildilər müasir insanların. Mağaralarda yaşayırdılar, sığınacaqlarda yaşayırdılar özlərini düzəltdikləri. Aralarında 2 dəfə əmək bölgüsü getmişdir. Xeyr, bu Neandertallara aiddir. 50-100 nəfərlik qruplar halında yaşayırdılar. Bu da Neandertala aiddir. Əkinçiliklə məşğul oldular. Bəli, əkinçilik, heyvandarlıqla məşğul oldular. Saxsıdan qapılar düzəldirdilər və s. Ona görə burada cavab E bəndə olacaq. Yanlış fikir seçin. Erkək qametləri sperm olan bitki. Yəni qamçısızdır da, spermdir. Bir var qamçılı olan spermatozoidlər, hansı ki mayalanması su ilə bağlı idi. Amma elə ki mayalanması su ilə bağlılığı yoxdur. Məsələn, çılpaq toxumlar, öltür toxumlar kimi. Onlarda demək erkək qametlər sperm olacaq. Haploid xromosom dəstli endosperma malik ola bilər. Erkək qametləri sperm olan bitki haploid xromosom dəstli endosperma malik ola bilər. Bəli, məsələn, çılpaq toxumunun endospermi kimi. Doğrudur bu.
Düzdür. B-də deyir ki, diploid xromosom dəstəsi endospermə malik ola bilər. Ola bilər. O halda ola bilər ki, bu ölçülü toxumludur və partenogenez nəticəsində bu inkişaf edib, yəni mayalanmamış deməli yumurta hüceyrə belə desəm ki, inkişaf edib və ondan endosperm əmələ gəlib və yaxud da ki, ondan lüşem əmələ gəlib. Ona görə mümkündür bu da, ola bilər. Partenogenez halında. Triploid xromosom dəstəsi endospermə malik ola bilər, bəli, normal çiqat mayalanma halında. Birləbəli bitki ola bilər, ola bilər. Su vasitəsilə yayılan bitki ola bilməz. Su vasitəsindən yayılan deyir. Demək ki, suyun iştirakı ilə mayalanan, su vasitəsindən yayılan. Bəli, su kənarında bitən ölçülü toxumlu bitkidir, su vasitəsindən yayıla bilər. Yəni bu yayıla bilən bitki olmaz deyilsə, bu yanlışdır. Cavabı burada yanlış olacaq. 38. Hansı qurdun inkişaf mərhələlərində insanın hər iki qan dövranında rast gəlinir? Aha, baxaq. Baxaq cavablarda görək hansı uyğundur bizə. Birincisi askarit verib. Askarit harda olur? Askarit insanın demək ki, nazik bağırsağında yaşayır. Nazik bağırsağa yetkin fərdi nazik bağırsaqda yaşayır. Deməli, o xarici mühitə düşür, deməli, xarici mühitdə yumurtadan sürfə çıxır, sonra sürfəni insan udur. Bir dəfə insan udur və insanın deməli, nazik bağırsaq divarından qana keçir. Aha, deməli, böyük qan dövranına daxil olur. Böyük qan dövranı ilə gəlir ürəyə. Ürəkdən də gedir ağciyərə, ağciyərdə öskürməyə səbəb olur və udulur. Aha, ürəkdən ağciyərə gedirsə, deməli, bu kiçik qan dövranında da olur. Deməli, həm böyük, həm kiçik qan dövranında ola bilər askarit. Biri götürürük ona görə. Askariti götürürük. Keçək ikinciyə. Dənəvər ixnikok. Dənəvər ixnikok söhbət burada deməli insandan gedir, eləmi? İnsan dənəvər ixnikokun demək ki, aralıq sahibidir. Dənəvər ixnikokun aralıq sahibidir. Yenə də dənəvər ixnikok məsələn insanın ağciyərinə qovluqlar əmələ gətirir. Deməli, ağciyərə gedib çıxırsa, bu bağırsaqdan gedib çıxır. Yenə bağırsaqdan böyük qan dövranına keçir, ürəyə gəlir. Ürəkdən də ağciyərə gedirsə, deməli bu kiçik qan dövranındadır. Demək, bu da hər ikisində ola bilər. Sonra üçüncü öküz solideridir. Öküz solideri insanın deməli nazik bağırsağında yaşayır, ümumiyyətlə nazik bağırsağında və orada çoxalır, inkişaf edir. Yəni onun qan dövranına keçməsi haqqında bir məlumat verilmir kitablarda. Yəni o inkişafını elə bağırsaqda həyata keçirir. Sonra demək həzm yolu ilə də yenidən udula bilir insan tərəfindən. Burada verilmir bu barədə bir məlumat. Qaraciyər sorusu. Qaraciyər sorusu xatırlayaq ki, deməli qaraciyər sorusu harda yaşayırdı? Qaraciyərdə yaşayırdı. Öd axarlarından yumurtalarını qoyurdu, nazik bağırsağa göndərirdi. Oradan da xarici düşmüş yumurtalardan sürfə inkişaf edirdi. Bəli, çıxırdı və s. Deməli, bu qaraciyərə gedib çıxmaq üçün insanın bağırsaq divarından qana keçməlidir. Və qanla qaraciyər qapı venası vasitəsilə qaraciyərə gətirilməlidir. Deməli, böyük qan dövranında olur. Amma hər iki qan dövranında olur deyə bilmərik buna. Sonra keçdik 5-ci heyvana. Ankilostoma. Ankilostoma demişdik ki, ağız və dəri vasitəsilə yoluxur. Düşünək ki, dəri vasitəsilə yoluxdu. Dərini deşdi, dəridən qana keçdi. Qana keçdi, qan böyük qan dövranı ilə, yəni məsələn ayaqdan yoluxub tutaq ki, aşağı boş veniya ilə gəldi ürəyə. Aşağı boş veninin ürəyə bunu gətirir hansı qan dövranı? Böyük qan dövranı. Sonra buradan dövr eləyər üçün təbii ki, gedəcək ağciyərə. Ağciyərdən də gedib həzm sisteminə çıxacaq. Və demək o zaman belə çıxır ki, bu həm insanın böyük qan dövranda, həm də kiçik qan dövranda ola bilər. O zaman 1, 2, 5. Yəni uyğun olanlar 1, 2, 5-dir. Cavab B bəndində verilmişdir. Sonra baxaq növbəti suala. 39-a. Əgər şibya, talum bitkilərin ən qədim qrupu ilə göbələklərin simbioz nəticəsində bitkilərin ən qədim qrupu hansıdır? Yosunlardır. Biraz əvvəl dedik bunu. Yosunlar. Bu göbələkdən əmələ gəlir. Yəni burada heterotrof göbələkdə, avtotrof yosunda. Tərkibində xloroplast ola bilər, ola bilməz. Yosunda xromatofordur. Xloroplast bitkilərdədir. Yəni ali bitkilərdədir, olmayacaq. Bu bitki orqanizmə plazmitlərə rast gəlinir. Plazmitlər bakteriyalara məxsusdur. Halqa şəkildə DNT belə hissələridir. Ona görə burada olmayacaq bu. Sonra C-də deyir ki, tərkibinə daxil olan konsument prokaryotdur. Xeyr, prokaryot deyil. Yanlışdır. Qeyri-üzv maddələrin üzv maddə sintezi rəng daşıyanda gedir. Xeyr, rəng daşıyanda getmir. Ümumiyyətlə rəng daşıyanda, daha doğrusu bəli, rəng daşıyanda gedir. Çünki xromatofor yosunda var. Yandım mən. Elə bildim ki, ali bitki götürəcəm, burada qarışdırdım. Rəng daşıyanda gedir, doğrudur. Tərkibində prokaryot, protisent ola bilər. Xeyr, prokaryot deyil, yosundur və yosunlar da ekaryotdur. Ona görə cavab burada D bəndi olacaq. Növbəti
sonuncu suala baxaq. Uyğunluğu müəyyən edin. Geoelmint, bioelmint, təmas elementi verilib. Geoelmentlər hansılar idi? Onlara ankilostoma və askari daxil idi. Yəni birə daxil aid olacaq demək askarid və ankilostoma, B ilə E, onların inkişafının müəyyən dövrü torpaqda keçirdi və ona görə onlar geoelmentlər idi. İkinci bioelmentlər idi. Demək və bioelmentlərə hansılar daxildir? Qaradiya sorutusunun törətdiyi fasilyoz, deməli xəstəliyin bura aid edəcəyik, bioelmentlər tərəfindən törənir. Bir də öküz soğutu törətdiyi teynarinkoza aid edəcəyik. C ilə D aiddir və nəhayət 3-ə də təmas elementlərinə də nə aiddir? Uşaq bez quyruğunun törətdiyi enterobiyoz. Yəni daha doğrusu enterobiyozun törətçisi olan uşaq bez quyruğu. Deməli bura 1-ə B-E, 2-ə C-D və 3-ə də A aid oldu. Bu da hansı cavabdadır? E cavabındadır. Test izahı bura qədər, yəni 40 testi idi, burada bitir. Ümidvaram ki, qənaət bəxş izah olacaq, bəyənəcəksiniz izahı. Düzdür, bir qədər bəzi tapşırıqlarda orada məsələlər vardır deyə test, yəni ləng izah olundu. Siz istəsəniz, yəni bunu bir qədər videonun YouTube-da imkan vardı, yəni sürətini artırıb izləyə bilərsiniz. Ümid edirəm ki, faydalana biləcəksiniz. İzahlar sizin üçün aydın olacaq. Təşəkkür edirəm hər birinizə. Əgər video xoşunuza gələrsə, bəyənməyi unutmayın və kanala abunə olmanızı da sizdən xahiş edirəm. Bununla kanalımızın böyüməsində sizin də bir dəstəyiniz olar. Təşəkkür edirəm hər birinizə.